Salam hörmətli abituriyentlər, İngiltərə 11-16-cı əsrlərdə mövzusunda danışacağıq. 5-ci əsrin əvvəllərində Anglo-Sakslar gəlib İngiltərəni işğal edib 7 krallıq yaradırlar. 9-cu əsrdə Vikinglər İngiltərənin bir hissəsini işğal edir. Viking və Anglo-Sakslar qaynayıb qarışıb İngilis xalqını yaradırlar. 9-cu əsrdə İngiltərə vahid krallıq elan edilir. 1066-cı ildə isə Normandiya hersoqu Fransadan İngiltərəyə keçir. Bura Fransadır, bura isə İngiltərədir. Fransadan İngiltərəyə keçib Londonu tutur, Hastings döyüşündə qalib gəlir və özünü İngiltərə kralı elan edir. Bununla da İngiltərədə mərkəzləşdirilmiş dövlətin yaranması prosesi başlanılır. 11-ci əsrdən və 15-ci əsrə qədər davam edir. 1-ci Vilhelm, yəni Fatih Vilhelm də deyirlər, ölkəni kral mülkü elan eləyib, öz cəngavərlərinə və vassallarına çoxlu torpaq paylayır. Bütün zadəganlar ona sadiqlik andı içir. Əhali və əmlakı siyahıya alınır, kral məhkəməsi vergi sistemi təkmilləşdirilir və İngilis kəndliləri təhkimli vəziyyətə salınır. 2-ci Henrixin dövründə Fransanın bəzi torpaqları İngiltərə hakimiyyətinə keçir. Məhkəmə islahatına əsasən hər bir azad adam müəyyən bir ödənc müqabilində kral məhkəməsinə müraciət edə bilərdi. Yəni məhkəmə sahəsində islahat həyata keçirir və kral məhkəməsində iş iclasçılar tərəfindən, yəni juri, münsif, əhali arasından seçilən insanlar tərəfindən araşdırılırdı. Bu islahatla İngiltərədə vahid kral hüququ yaradılır. Hərbi islahat bir də keçirib. Hərbi islahata əsasən hər bir azad adam öz əmlakına uyğun silaha malik olmalı və kralın çağırışına əldə silah hazır olmalı idi. Feodalların kralı göstərdikləri hərbi xidməti müddəti azaldılır. Kim ki xidmət keçmək istəmirdi, o bunun əvəzində pul ödəməli idi, qalxan pulu. Həmin pulla da kral muzlu əskərlər saxlayırdı. Beləliklə kralın baron qoşunlarından asılılığı azalırdı. Yəni bir növ kral deyir ki, qardaş, gəlmə, lazım deyil. Əvəzində pul ver. Həmin pulla özünü ordu yığırdı. Yəni feodaldan asılı olmurdu artıq. Dini islahat həyata keçirmək istəyir, amma bu uğurlu olmur, baş tutmur. Kilsə üzərinə kral nəzarətini tətbiq eləmək. Amma sosial narazılıqla qarşılanır bu və baş tutmur. Deməli, 13-cü əsrə gəldikdə görürük ki, İngiltərə Fransa ilə müharibələr aparır, çoxlu vəsait tələb edirdi bu müharibələr və kral vergiləri artırmaqla yanaşı həm də kilsənin işlərinə qarışır. Bu da təbii ki, Papa ilə münaqişəyə səbəb olur. Papa İngiltərə kralının taxt-tacdan məhrum edilməsi ilə bağlı fərman imzalayır. Kral da qorxur ki, öz taxt-tacını itirəcək. Dərhal özünü Papanın vassalı elan edir. Bu dəfə ölkədə iri feodallar, cəngavərlər və şəhərlilər üsyan qaldırırlar ki, buna biabırçılıqdır, buna rüsvayçılıqdır. Kral da onları sakitləşdirmək üçün 1215-ci ildə Böyük Azadlıqlar Xartiyasını imzalayır. Böyük Azadlıqlar Xartiyası ilə iri feodallara geniş hüquqlar, cəngavər, şəhərli və azad kəndlərə isə məhdud hüquqlar verilir. Şəhərlərin mövcud azadlığı təsdiq edilir. Kral öz təbələrindən müəyyən ediləndən artıq vergi ala bilməzdi. Bütün azad adamlar kral məmurlarının özbaşınalığı və hədsiz cərimələrdən qorunmalı idi. 1265-ci ildə isə, yəni Böyük Azadlıqlar Xartiyasının imzalanmasından 50 il sonra İngiltərə tarixində ilk dəfə parlament çağırılır. Burada iri feodallar, ruhanilər, cəngavərlər, şəhərlilər təmsil olunurdu. Kral vergiləri parlamentlə razılaşdırıb təyin edə bilərdi. 14-cü əsrdə isə artıq parlament qanunların verilməsində də iştirak edirdi. Yüzillik müharibə dövründə İngiltərədə Wat Tyler üsyanı baş verir. Fransadakı Jacquerie üsyanına oxşuyur. Kəndli müharibəsi idi, yüzillik müharibə dövründə baş vermişdi. Feodal zülmü, amansız qanunlar vergilərin artırılmasına qarşı idi. Üsyançılar kralla görüş zamanı iki əsas məsələni irəli sürürlər. Bunlardan biri təhkimçilik və biarın ləğv edilməsidir. Bir də qanunlar yumşaldılsın, çox sərtdir. Kral isə hiləyə əl atıb üsyanı yatırır, amma ikinci dəfə təkrarlanmasın deyənə müəyyən güzəştlərə də gedirlər. Vergilər azaldılır, qanunlar yumşaldılır, kəndlilərin təhkimçilikdən azad edilməsi sürətlənir. Bir də İngiltərə tarixində al və ağ qızıl gül müharibələri var. 1455-85-ci illəri əhatə edir. İki feodal əyan nəsli arasında gedən müharibə 30 il davam edir. Nəticədə
7-ci Henrix Tudorlar sülaləsindən hakimiyyətə gəlir və İngiltərədə Tudorların hakimiyyəti başlayır. 7-ci Henrix feodallarla mübarizə aparır, feodalların hərbi dəstələrini ləğv eləyib, mərkəzi hakimiyyəti gücləndirir bununla. Zadəganlar və orta təbəqənin üzərinə az vergi qoyaraq onların da dəstəyini qazanmış olur. 16-cı əsrin birinci yarısında İngiltərə kralı öz ölkəsində reformasiya keçirir. Biz bilirik ki, 16-cı əsr reformasiya dövrüdür Avropada və elə ölkələr var ki, orada kral özü bunu həyata keçirir, cəhd tərpənir. Beləliklə, kilsə krala tabe edilir. Kralın başçılıq elədiyi Anglikan kilsəsi yaranır İngiltərədə. Və nəhayət, İngiltərə tarixinin qızıl dövrü 1-ci Elizavetanın dövrüdür. Hökumət proteksionizm siyasəti yürüdür, yəni yerli tacirlərin dəstəklənməsi, dəniz ticarəti və müstəmləkələr uğrunda mübarizədə İngilis quldurlarını himayə eləyir. 1588-ci ildə İspaniya donanması məğlub edilməz armada İngilislər tərəfindən məğlub edilir və bununla da dənizlərdə üstünlük İspaniyadan İngiltərəyə keçir. Müstəmləkələr uğrunda mübarizədə İngiltərənin rolu daha da artır, Şimali Amerikaya səfərlər təşkil olunur Yelizavetanın dövründə. Onun ölümündən sonra isə 1603-cü ildə İngiltərədə başqa sülalə, yəni Stuartlar sülaləsi hakimiyyətə gələcək. Belə, dəyərli yoldaşlar, ümid edirik ki, video sizə faydalı oldu. İndi isə vəsaitimizdən mövzunu daha ətraflı şəkildə öyrənək. Hələlik.